Hal-hazırda mən bir psixoloq kimi eyni zamanda təlimlər də keçirirəm. Siz təsəvvür eləyin ki, bizim bir 100 iştirakçımız olursa, onun maksimum 2-3 nəfəri kişi olur. Qalan hamısı qadınlar olur. Hal-hazırda Azərbaycan qadınlarında çox maraqlı və yaxşı bir tendensiya var ki, mən bunu bəyənirəm. Təbii ki, onlarla həmcins olaraq hamısı özünün inkişaf üzərindədir. Durmadan baxın təlimlərə gedirlər. Bu natiqliklə bağlı olur, psixologiya ilə bağlı olur, özünün inkişafla bağlı olur, istənilən bir sfera ilə bağlı olur. Kişilərdə o nüans çox azdır və biz görəndə təlimlərimizdə belə deyək kişilər var, çox sevinirik. Nəyə görə? Çünki onlar da cəmiyyətin bir xəbərçisidirlər. Onlar da gedib öz həmcinslərinə çatdırmalıdırlar ki, bəs xəbəriniz var, bu proseslər baş verir qadınlar arasında. Ona görə mən düşünürəm ki, biraz bu qadınların sürətli inkişaf eləmə tempinə biraz kişilərimiz də uymalıdırlar. Ona görə də hətta siz baxsanız bu il ərzində xarici ilə nə qədər evlənən Azərbaycanlı qadın var. Bu nəyə görədir? Çünki bu mənim fikrimi Azərbaycanda qəbul eləyəcək oğlan olmayacaq. Ona görə də nə edəcək? Üz tutacaqlar başqa millətin nümayəndələrinə.